Bugün dekabr ayının 14-düdür. Sarmaşıq qızılgülün üstündə hələ də qızılgül var. Bunun səbəbini bilənlər bilir, bilməyənlər üçün videonun sonunda deyəcəm. Gördüyünüz kimi bu tərəfdə qızılgül açıb, bu tərəfdə açmayıb. Həmçində bu da onunla eyni növdür. Bunun üstündə qızılgül yoxdur. İndi o birisini göstərəcəm. Eynən həmçində bax bu da. Onun kimi eyni sort qızılgüldür. Bunda da qızılgül yoxdur. Qızılgülün o birisi bitkidə olmağının səbəbi bu toxumlarının təmizlənməyidir. Bu əslində həm bitkinin toxumudur, həm də meyvəsi. Bu təmizləndikdə qızılgüllər təzədən qızılgül aça bilir. Hansı ki qızılgüllərdə belə toxumlar üstə qalır, tökülmür, quruyur. Onları təmizləyəndə qızılgül açır. Bu həm sarmaşıq qızılgüllərə aiddir, həm karlik qızılgüllərə, həm də kol qızılgüllərə. Üstündə belə meyvələr qalsa təmizləyin, yeni qızılgüllər açacaq. Bu kimi faydalı məlumatlardan yararlanmaq istəyirsə səhifəmizə abunə olub bizə dəstək ola bilərsiniz. Çox sağ olun.